Belə bir sual paylaşmışdıq. Aşiq Dəhnamədəki və Məcnun obrazlarına aid Venn diaqramıdır və oradakı fikirləri uyğunlaşdırmalıyıq. Hansına gedir, onun tapmalıyıq. Deməli, A aşiqdir, B Məcnundur. Körpəliyindən zatında məhəbbət olduğu məlum olur. Bu, Dəhnamədəki aşiq obrazına aid ola bilərmi? Xeyr. Onun ümumiyyətlə həm körpəliyi barədə məlumat yoxdur, həm də ki, biz bilirik ki, o onu görüb, ilk dəfə yuxuda görüb aşiq olanda körpə deyildi. Amma Məcnuna aid eləmək olarmı? Olar. Elə sujetdən də görürük, müəllifin sözlərindən də görürük ki, zatında var idi məhəbbət. Deməli, Məcnuna gedir A. İsa'ya bənzədilir. Dəhnamədə İsa'ya bənzətmə söhbəti var idi mi? Var idi. Məsih təmsas. Yeri gəlmişkən, bəlkə də 1 milyon dəfə bu sual gəlib mənə, burada bir daha cavablandırıram. Bağban Səbaya deyir. Bağban Səbaya deyir, ey Məsih təmsas. Amma aşiq bənzədilmir. Səba bənzədilir. Məcnun üçün isə bənzətmə var. İsa kimi tiflilikdə kamil. Nə deməkdir? Mənası dərsdə onu geniş izah eləmişəm. Deməli, bu da getdi. İsa'ya bənzədilir. Məcnuna. B də getdi. Sağxanaya. Sevgisinin başlanğıcı yuxu ilə bağlıdır. Buna artıq toxunduq. Solxanaya. Məhəbbətini tam real dünyaya qəbul etmək olmaz. Ortaq xüsusiyyətdir. D gedir ortaya. Sonra. Sevdiyinə qovuşa bilmədikdə bunu təmkinlə qarşılayır. Bunu hansınasa aid eləmək olarmı? Xeyr. Aşiq yuxu görür, aşiq olur. Dəli kimi. Orada deyildiyi kimi oldum divanə. Divanə, misali didar, belə bir şeydir. Yəni, dəli kimi yuxudan ayrılır. Məcnun təmkindən qarşılayırmı? Xeyr. Məcnun nələr edir? Hamıya məlumdur. Ona görə də E variantı heç yerə getməyəcək. Onu Venn diaqramına yazmırıq.